Mən Mac və bu günləri qardaşım Əli ilə bir yerdə Minecraft öz şəhərimizi qururuq. Amma bu dəfə kreativdə oynayacağıq. Sənə də vuramıram. Elə bilirəm Survivor. Survivor'da 4 dostlar, biz bu şeyi Survivor'da deyirik. Survivor'da 4 bölüm eləmişik. Burada amma hər bir həftədən bir çəkəcəyik. Amma çox irəliləyəcəkdir və mən 4-cü gün bir də 6-cı gün videonun qısa halını atacağam 1 dəqiqəlik. Oradan baxarsınız. Nə götürürük? Kəsəcəm. Şeyi götürdüm sonra. Dostlar biz blokları seçəcəyik. Və dostlar təməl atdıq evin. Belə olacaq ev. Hər 10 bölümdən biri özdə mən villa quracağam bura. Bu bizim həmişəli evimiz olacaq. İndi dostlar videonuzda həmişə qısa olmalıdır. Biz indi bunun üstünü qapadaq. Əli üstünü 3 bucaq eləməyə keçəcək. Biz də evin içini düzəltməyə başlayacaq. Və dostlar gördüyünüz kimi evimizin təməli budur. İndi mən yerləri düzəldəcəm. Özü həyət evi yeri də bunun həyəti də olur. Əli indi üstünü düzəldir. Mən onda yerləri eləyim gəlim tez. Və dostlar gördüyünüz kimi evin içini elədik. Və Əli də burada həyəti düzəldir evin. Zor da. Yox. Gördüyünüz kimi damı da düzəltdi Əli. Bura bu şeydən qoydu. İndi biz nə edirik? İndi girik otaqları bölməyə. Otaqları qara blokla eləməyə fikirləşirəm. Otaqları bəlkə divarla eləyək. Əsl divar, gözdə duvar. Heç şey tikməsəm. Və dostlar, indi mən bunları bölüm gəlim. Dostlar, özdə Əli bura panda deyəcəyim. Pandaları qoydu. Daha 2 panda saxlayırıq. Biri ana, biri bala. Yaşasınlar. Neyse. Biz davam edelim. Və dostlar, evimiz... Və dostlar, gördüyünüz nə qədər biz dostlar bax Əlinə 2 dənə pandacıq qoyduq. Bir dənə uşaq böyüdü, bax bu olmalıdır. 2 dənə uşaq gəldi təzə. Əli bunlara hamısını çimişdirəcəm bayım. Gəlin. Və dostlar girik. Bax bu uşaq böyüdüm. Bayım böyüyəcək. Gəl. Məncə bax böyüdüm. Gördüm böyüdü. Tıxışdırdı. Məncə belə eləyək. Biz bunlar üçün başqa bir yer düzəldək. Burada evi bax balaca həyət var, onu da qapladılar. Yox, pandalar qalsın da gəlmişkən. Onları əslində gətirə bilərəm əlimdə. Və dostlar, Əli nə qədər panda böyütdü. Nəsə biz əsas şeyimizi keçək. Evləri bax belə elədik. Bura mənim otağımdır. O evlə qutardı. Bura Əlinin otağıdır. İndi düzəldəcəyik. Bura böyük yer zal olacaq. Çox böyük oldu, qəşəng oldu. Buranı da qıraq qapı qoyaq. Bura da kuxnamızdır. İndi biz evin otaqlarını eləyək və başlayaq ev turuna. Və dostlar, evimizin son halı. Salam qaqaş, mənim adım Instagramdan var etdi. Bu nədir? Burada testləri düzəldi böyle. Burada bir pandamız var. Burada ağaclıq qurub əli onu. Canı gedir onun eləmir. Və burada da pandalar yeri var. Bu ikisi kayıfdan. Belə şey hovuzlar da var balaca. İndi evin içinə baxaq. Və Əlinin otağı. Əlinin kasıb otağı. Təbii ev tam bitməyib, amma tam düzəldəcəyik. Və bəli. Və bura Əlinin otağı. Keçək mənim otağıma. Gördüyünüz kimi mən bura çox zor şeylər eləmişəm. Görürsünüz elmaslar zaten. Çiz abi uçuruyor. Ve dostlar. This is the new Porsche 911 Turbo S. Well, it's not. It's the help desk at Acam. Görərsən. Acam demirəm.
Mən öz şəhərimi qurub özüm oynayıram. Pit motor. Gözləsin. Yağış yağır yoxsa mənə Bu yağır. pit. Və dostlar, gördüyünüz kimi indi bura kuxnadır. Əlliyə görə hər şey pis olduğuna görə. Vuracam! Sən də görə hər şey pis oldu. Keçirəndə adam beyni Dostlar, evimiz belədir. Gələn bölüm axır düzəldəcəyik. Yəni ev belə oldu da başqa bir şey yeməyəcəyik. Gələn bölüm bəlkə başlayanda evi şey yərib. Gələn həftənin birinci gün bu video gələcək. Bilmirəm amma səhər, məncə səhər gələr. Nəysə. İnşallah videomuzu bəyənmisinizdir. İnşallah videomuzu bəyənmisinizdir. Həmişə belə qısa olacaq videolar. Sağ olun, gələn videoda görüşərik.